mən bu bayrağı sabah elə bir kişiyə verəcəyəm ki, o Allahı və Rasulunu sevir. Allah və Rasulu da onu sevir. Allah Teala onun əli ilə fəth edəcəkdir. Fəbətən nəsu yədukuna leylətəhum eyyuhum yu'tah. Yəni həmən gecə insanlar hamısı fikirləşir ki, görəsən o kimə veriləcək? Onlardan hansına veriləcək? Peyğəmbər s.ə.v ad çəkmir. Deyir ki, mən elə bir kişiyə verəcəyim ki, o Allah və Rasulunu sevir. Allah və Rasulu onu sevir. Fələmmə asbahu qadav alə Rasulillahi sallallahu aleyhi və səlləm kulluhum yarcu ən yu'tahə. Və sabahladıkları zaman onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlirlər və onlardan hər biri o bayrağın ona verilməsini ümid edirdi. Fəqalə əynə Ali ibn Əbi Talib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ali ibn Əbi Talib hardadır? Fəqilə huvə yeştəki ayneyhi. Deyirlər ki, gözlərində ağrı var, yəni gözlərindən şikayətlənir. Arsəlu ileyhi fə utiyə bihi. Yəni, adam göndərirlər və Əli radiyallahu anhunu gətirirlər. Fəbasaqa fi ayneyhi və də'a ləhu fəbara'a kəəlləm yəkun bihi vəcə. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm Əli radiyallahu anhın gözlərinə tüpürür və sağalır. Elə bil ki, onda yəni ağrı heç vaxt olmamışdır. Fə'atahur rayə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bayrağı ona verir. Və deyir ki, unfud alə rislikə həttə tənzilə bisəhətihim thumma məd'uhum iləl-İslam və əxbirhum bimə yəcib aleyh min haqqillahi teala fihim. Sən sakitcə döyüş meydanına get. Yəni, döyüş meydanına çatana qədər sakitcə get, sonra onları İslam'a çağır. Və əxbirhum bimə yəcib aleyh min haqqillahi teala fihi. Və onların üzərində olan Allahın vacib olan haqqını xəbər ver. Və sonra buyurur, fəvallahi lən yehdiyallahu bikə rəculən vahidən xeyrun ləkə min humrin nəam. Allaha and olsun ki, Allah Teala'nın sənin səbəbinlə bir insanı hidayət etməsi qırmızı dəvə sürüsündən daha xeyirlidir. Yəni, o vaxt qırmızı dəvələr ən qiymətli dəvələr sayılırdı. Yəni, ümumi mənası odur ki, dünya və içərisindəkilərdən daha xeyirlidir.